Yaxşı, Dimin modelindən 2000 sualı var. Yok. Dördüncü sual. Dördüncü sual. Dinləmədə dördüncü sual. Ee, ne yazırsan sen? Yi. Andrew'un oğlu kızından daha yaşlıdır. Ama məncə tərsinə idi. Qızın 12 yaşı vardı, oğlanın 10 yaşı vardı. Bunu transkriptdə mən açıb göstərək yoldaş. Bunu başlanğıc deyir. Birinci o qız olub, sonra oğlan. Burada deyir, my daughter is 12. Kızımın 12 yaşı var. My son is 10. Oğlum ise 10 yaşı var. O zaman kız oğlandan böyük olardı. Yəni oğlan qızdan böyüdür, yanlışdır. Sonra digər variantları da gəlin izah edək. Ola olsun kimsə sonra yazsa baxar. Dede yazır ki, əksər valideynlər böyüdürlər qızları və oğlanları with similar approach. Eyni tərzdə böyüdürlər. Yanlışdır. Sadəcə eyni tərzdə böyütmək istəyən kim idi? Bu iki valideyn idi. Burada deyir ki, qız soruşur ki, valideynlər uşaqlarla oğlanları deyir, fərqli böyüdürlər, düşünürsən? Deyir, bəli. Mən düşünürəm ki, əksər valideynlər most parents do. Əksər valideynlər belə edirlər. Yəni fərqli böyüdürlər. Eyni cür böyütmürlər. Lakin sən bilirsən də mənim həyat yoldaşım və mən qərar verdik ki, biz istədik ki, raise them pretty much the same. Biz onları eyni böyüdək. Yəni oğlanla qızı eyni böyüdə, amma alınmır axı. Sonuçda alınmır. Eyni böyüdə bilmirlər. Demək, əksər valideynlər eyni böyütmək istəyir. Fikri yanlışdır. Sadəcə bu ikisi eyni böyütməyə çalışır. C variantında deyir ki, Andrew'un qızı çəhrayı geyinirdi. Burası düzdür. Amma extraordinary girl ifadəsi yanlışdır. Andrew'un qızı qeyri-adi qızdır, çəhrayı geyinən. Yoldaşlar, qeyri-adi olsaydı, hamı kimi çəhrayı geyməzdi. Sinif yoldaşları kimi çəhrayı geyməsə, o deməkdir ki, demək ki, onlar kimi adi bir uşaqdır. Qeyri-adi olsaydı, onlar çəhrayı geyinəndə o yaşıl geyinərdi, məsələn. Və həmçinin də olsa dinləmənin həmin hissəsində deyir ki, she was regular kid, bax burada. She was regular kid, o normal uşaqdır. So that she was typical girl. Yəni sıradan, tipik bir qızdır, sıradan bir qızdır. Yaşamının bir dövründə o çəhrayı geyinirdi sadəcə və həmçinin də dostları da çəhrayı geyinirdi. Demək, sıradan qızı, qeyri-adi olsaydı çəhrayı geyməzdi hər halda. Buna extraordinary göz səhvdir. A-da deyir ki, Andrew düşündü ki, oğlunun normal uşaq olduğunu, xeyr, oğlunun normal uşaq olduğunu yox, qızının normal uşaqdır. She was regular kid deyirdi. Oğlan amma özünü yaxşı aparmırdı. Oğlan əslində dəcəllik edir. Doğru cavab nədir? B variantı. Oğlanla qız arasındakı davranış fərqi inherit from birth, doğumdan keçir. Inherit irsən keçmək ya da miras qalmaq anlamda işlənir ki, bu fikirdə zaten dinləmənin ən sonunda yazılmışdı ki, qız soruşur ki, müxbirdir yəqin ki, is this behavior innate? Bu davranış innate-dir, yəni doğumdan mı keçir? Andrew də yes, bəli. Mən düşünürəm ki, qızla oğlan arasındakı fərqliliklər var və deyir, onlar doğulduğu dəqiqədən mənim uşaqlarım acted in completely different ways, tamamilə fərqli şəkildə davrandılar və düşünürəm ki, təbiət böyük rol oynayır. Sonra başqa 6.4 yazır. 6.4'də yazır ki, Cadbury qardaşları took over. Took over, take over'ın yəni keçmişidir. Take over öhdəsinə götürməkdir. Öhdələrinə götürdülər atalarının biznesini. Doğru fikirdir. Ataların biznesini öhdələr götürdü. Bax, burada yazır ki, 1861-ci ildə George və Richard Cadbury qardaşlarına atalarının kakao və şokolad biznesi miras qaldı. Demək, irsən keçdi. Yəni irsən keçdi, yəni miras qaldı ya da keçdi. Öhdələrinə götürdü deməyimizdə heç bir problem yoxdur. Sonra növbəti. Ona qədər var. Orada dördüncüdə deyir ki, klub təklif etdiyi aktivitələr üçün nə qədər pul alır?
Amma klub heç bir pul almırdı. Ve burada yazır ki, klub evi provide space, yəni yer təmin edirdi. Relaxation, istirahət üçün, rəqs üçün və dinner, yeməklər üçün. Amma davamında yazır all free of charge. Hamısı pulsuz. Demək nə qədər pul alırdı? Pul almırdı, pulsuzdu. Bir də digər cavabı olan hansıdır? 2-dir ki, hansı müasir avadanlıqlarla evlər təmin olunurlar? Bunu məncə hamı düzgün götürür onsuz da. Burada deyir, evlər ənənəvi idi, lakin təmin olmuşdu. Müasir amenities avadanlıqdır. Nə kimi? Daxili hamam, böyük bağ kimi, həmçinin mağaza, məktəb və s. də tikilmişdi. Burada ən çox tələbələrin çaşdığı məqam bilirsin olur. Birinci olur ki, Boronville-də xüsusi ehtiyacı olan insanlara hansı imkanlar təklif olunur? Elə bilirlər ki, buradakı yaxşı maaşdır, pensiyadır, sağlıq xidməti, yaxşı evlər ya da parkdır, üzgüçülük hovuzu və s. Bunu düşünür ki, xüsusi ehtiyacı olan insanlar üçün. Amma bu ümumi bütün insanlar üçündür. Xüsusi ehtiyacı olan insanlar üçün ayrıca deyil bu. Xüsusi ehtiyacı olan insanlar anlayışı sadəcə mətnin ən sonunda keçir ki, facilities for people with special needs. Xüsusi ehtiyacı olan insanlar üçün də imkanlar var. Amma o imkanları açıqlamır. Məsələn, əlillər üçün xüsusi yollar ola bilər, əlillər üçün xüsusi arabalar, xüsusi liftlər ola bilər. Amma onlar barəsində məlumat yoxdur. Neçə sakin yaşayır, belə bir şey yoxdur. Ev var, amma ev olması sakin anlamına gəlmir. Üstəlik indi deyir, o keçmişdədir, 1900-cü ildir. Bir də burada nowadays, bu günlərdə kim cavabdehliyi daşıyır zavoda, o yoxdur. Cadbury qardaşları düşünməyin, çünki 1861-ci ildə adamlar şirkəti idarəçiliyi alırlar. Alanda tutaq ki, lap elə 10 yaşları, lap elə 1 yaşları belə olsa, adam 100 il yaşasa 1961 eləyir. Artıq bu insanlar yaşamır. Və uzağı nəvələri idarə edir. Amma elə bir cümlə yoxdur ki, yəni bu günləri nəvələri idarə edir, ya kim idarə edir, ondan bağlı məlumat vermir. Çünki soruşur nowadays bu günlərdə. Cavab burada 2-dir. Sonra keçək ikinci mətnə baxaq. 16, ikinci mətndə 16-ya qədər var. Var 16-ya qədər. Tamam. Neçə? 13-ə? Baxaq 13-cü sual. 4-cü paragraf hansı cümlə ilə başlaya bilər? Bax, 4-cü paragraf hanı? Burada. Bax, çox zaman tələbələr birinci yazdığı variant burada bir hansıdır? D variantı yazırlar. Bilin, bəlkə də sən də D yazıbsan. Çünki D variantında cümlə məntiqlidir əslində. Müxtəlif yaşlı insanlar çoxlu radio, televiziya proqramlarına seçə bilirlər deyir. Amma bunu hansı zamanda verir cümləni? Now choose, indi seçə bilir deyir. Bax, burası yanlışdır. Niyə yanlışdır? Çünki həmin abzas komple keçmiş zamandır. Baxın bura, bunu indiki zaman deyilsə, sonra keçmiş zaman. Sonra burada was yeni keçmiş. 1937 yine keçmiş. 1938 yine de was made var. Sonra keçmiş. Və 1939'da da yine stop dayandırdı keçmiş. Sonra 1946'da da yine resume davam ettirdi fəaliyyət keçmiş. Bütün abzas keçmişdi. Xeyir ola, bütün lap elə yuxarıdakı abzasda da baxın, yine o da keçmişdi. Keçmiş zamanlı xronoloji ayrıcılıqla davam edən bir mətndə ortaya nətər indiki zaman yaza bilərik ki? Düz cümlə məntiqlidir, amma indiki zamanda yaza bilmərik ora. Aydın da. Birdən-birə indiki zaman ortaya düşüb, o yanlışdır. Bunu sildik. Sonra digər variantlarda nə yanlışdır? Məsələn, Y variantı monopol xidmət göstərirdi BBC, amma yanlışdır. Monopoliya bilirik də, monopoliya tək hakimiyyətli deməkdir. Tutaq ki, bir qələmdir, ya bu kağızdır. Bu kağızı Azərbaycanda bir şirkət istehsal edirsə, demək ki, monopol idarəçiliyidir. Amma BBC monopol deyildi. Çünki Britaniyada BBC-dən başqa radio kanalları da var idi. Bunu hardan anlayırıq? Elə əvvəldən anlayırıq ki, 1922-ci BBC yarandı və ikinci abzasda gör nə yazır? Hətta dünyadakı ilk radio stansiyası deyildi. Sonra ictimai radio yayımları artıq olurdu. Implemented fəaliyyət göstərirdi Britaniyada.
Prior to isə əvvəl deməkdir. 1920-dən əvvəl. Demək hələ BBC 22-də yaranıb. 20-dən əvvəl hələ bir radio stansiyaları var imiş. O zaman BBC monopol idarə etmək deyirdi deməyimiz yanlışdır. Çünki monopoliya yox idi. Sonra A variantı yazır same programs. Eyni proqramlara qulaq asırlar. Bu yanlışdır. Sən deyirsən eyni proqramlara qulaq asır. Ondan sonra bu cümlədən sonra deyirsən ki, musiqi, dram, müzakirə, uşaq proqramları var idi. Hətta sonra xəbərlər də var idi deyirsən. Onda nətər oldu eyni proqramlar oldu ki? Fərqli proqramlarda. Düzdür bu da? Bu da yetdi. Sonra B ilə C qalır. C variantı yazır. Qulaq asanlar üçün radio yayımları başlanğıcda novelty. Roman idi. Məcazi anlamda yazılır bu roman. Yəni cəfəngiyat idi. Yəni uydurma bir şeydir. Amma burada sonra deyirsən ki, musiqi, dram, müzakirə, uşaq proqramları var idi. Sonra xəbərlər verilirdi. Bu artıq o bir ciddiyyətsiz cümlə olur ki, oraya yazmamız. Doğru cavabında nə variant qalır? B variantı qalır ki, BBC-nin ilk günlərində radioda xəbər lack of azlığı yaşanırdı. BBC ilk günlərində radioda xəbər azlığı yaşanırdı. Bunu deyirsiniz. Ayrıca deyirsiniz ki, BBC musiqi, dram, müzakirə, uşaq proqramları var idi. Lakin xəbərlər 7-dən sonra verilir. Yəni 7-yə qədər verilmirdi. Nədən ötürü? Qəzetlərlə rəqabətdən qaçmaqdan ötürü. Aydındır. Yaxşı, bu 7. Sonra neçəyə baxaq? 16. 16-ya qədər var. Burada yazır ki, sən çox pul qazansan. Ümumiyyətlə, logical ending deyir ki, məntiqi sonluğu deyir, tamamlayır. Deyir, sən çox pul qazanırsansa, you should give money to everyone. Bunu hər kəsə, sizdən pul istəyən hər kəsə verməlisən. Yəni, elə bir şey eləməzsən də hər halda. Aydındır. Məntiqsiz variantdır. B variantında yazır ki, you should give up working. Sən işləməyi gərək atasan. Yoldaşlar, bir şey, iki anlayış var, onu qarışdırmayın. Bir var çox pulunuzun olması, bir də var çox pul qazanmanız. Əgər çox pulum var deyirəmsə, bu anlama gəlir ki, olsun nənədən, babadan, nəsə miras qalır, milyonlarla vəsait mənə miras qalır. Onda işləmərəm də. Yəni o qədər çoxdur ki, yəni bunu xərcləyərəm. Amma çox pul qazanmanız ayrı bir şeydir. Çox pul qazanmanız, yəni işləyirsiniz ki, qazanırsınız da. Bu o anlama gəlir. Yəni tutaq ki, aya 5000, 6000 qazanırsan, işləməyi atsan artıq bir aydan, 2 aydan sonra pul hardan gələcək? Yəni məntiqsiz oldu. Yəni çox pul qazanırsa işləməyi atın demərik. C variantı məntiqli variantdır ki, yəni deyir, çox pul qazanırsınızsa, icazə verməyin, pul sizi dəyişsin. Biraz çox da abartı cümlədir, amma yəni uyğun gəlir. Yəni başqa variantlara baxanda ən uyğunu odur ki, çox pul qazanırsa, qoymayın pul sizi dəyişsin. D variantı yazır, hər gün əyləncəyə vaxt sərf edin, əylənin. Özdə sərf edin yazıbsınız bəlkə də, amma bir baxımdan yəni məntiqən düşünəndə hər gün də əyləncəyə pul xərcləməzsiniz. Hər gün əylənmərik. Sonra Y variantı yazır ki, onları axmaq şəkildə lazımsız şeylərə sərf edin. Bu da lap məntiqsizdir. Doğru cavab C qalır. Baxaq. 19-a qədər var. 19-a baxaq. O tez-tez hekayələr danışır, hansı ki insanları güldürür. Yəni burada ümumiyyətlə cümlə necədir? Hekayələr. Sual verin, necə hekayələr? Bax, burada necə hekayələr, necə sualına cavab verən cümlə adlanır təyin budaq cümləsi. Birinci, təyin budaq cümləsində yoldaşlar, what deyə bir bağlayıcı yoxdur. Bu, bizim dildə də belədir. Biz də təyin budaq cümləsinə what-la bağlamırıq. Baxın, fikir verin. Kimsə belə bir cümlə qurmuş ki, qadın nə ki dünən gəldi, ya da kitab nə ki dünən alındı, film nə ki çox baxıldı. Görürsünüz, kobud səslənir də. Yəni bizdə də yəni what ilə, yəni nə ilə təyin budaq cümləsi qurulur. Yəni nə deyir? Qadın kim ki, film hansı ki, kitab hansı ki deyirik. Doğru? Whatları sildir. Burada da hekayələr cansızdır. Ya which olar, ya da that olar. İki versiyadan biridir. Amma indi burada nəyə baxırıq? Əgər bağlayıcı sözdən sonra birbaşa xəbər gəlirsə, həmin xəbər
qarşıdakı isim nədirsə ona uyğun yazılır. Yəni burada hekayələr cəm isim olduğu üçün yoldaşlar, buradakı make xəbərimizdə cəmdə işlənir. Amma burada başqa bir qaydanın səhvi var. Nəyin səhvi var yoldaşlar? Yazıda yazsa complex object dərsi var idi, abituriyent keçmişdi. Let və make-dən sonra necə feil işlənir? Sadə feil işlənir. Let və make-dən sonra tuzsuz, ing-siz feil işlənir. Yəni burada make you laugh olardı ya da make people laugh olardı. Laughing ola bilməzdi. Doğru cavab qalır onda Y variantı. O tez-tez hekayələr danışır. Hansılara ki insanlar gülürlər. Aydındır. Sonra 18-də də baxalım. 18-də burada yoldaşlar how long ago yazıb. Ago hansı zaman göstəricisidir? Ülkər keçmiş sadənin. Keçmiş sadə harada var? Did move, did move. 2 dənə variantda var. Sonra ikinci cümləmizdə isə burada yazıb since when. Və since when-in də qabağında hansı zaman işlənirdi? İndiki bitmiş işlənirdi. Və indiki bitmişdə 2 dənə variantın ikisində də var. Amma burada başqa bir şeyə görə çıxacaq. Bilirsən nəyə görə çıxır? Bu been live yazılıb. Bu nəyin quruşudur? To be üstəyəl feilin 3-cü forması. Bu nə yaradır yoldaşlar? To be verb məhsul növ yaradır. Və amma ingilis dilində hər feili məhsul növdə işlədə bilərikmi? Xeyr, işlənməz. Yəni məhz o feillərdən biri də live, yaşamaq feili ki, məhsul növdə işlənmir. Çünki insan özü yaşayır da, mən yaşayıram, sən yaşayırsan, o yaşayır. Yaşamaq feili məhsul növdə işlənmir. Yəni o feillərdən, işlənməyən feillərdən biridir. Məhz ona görə onda cavab nə qalır? B variantı qalır ki, have lived, yaşayıb deyir. Sonra başqa var. Yaxşı, dayandıraq mı?